arasında qalan bucaq. Buraya yazıram alfa. Buranı istəyirsən. Bu bucağı istəyirsən. Və şərtdə deyir ki, piramidanın oturacağın tərəfi, yəni A, apofem uzunluğuna bərabərdir. H demək A-ya bərabərdir. Oldu. Kiçik yer nəyə bərabərdir? Kiçik yer nədir? Bərabər tərəfi şu bucağın daxilini çəkmiş çevirən azı. Kiçik yerin üstü nətər idi? A kötüs bölünsün 6. Bir dənə variantlara baxın, görürsünüz kosinuslar orada tuğyan edilir variantlarda. Demək kosinusdan istifadə edirsiniz. Düz bucaq, şu bucaqda, yəni trigonometri nisbətlərdə. Alfa bucağın kosinusu nəyə nisbəti idi? Bitişik katetinin hiperbola nisbəti. Aysa, kiçik yerin h-a nisbəti. Aysa. Onda kosinus alfa da bərabər olacaq. Kiçik yerin qiyməti a kötüs bölünsün 6-dır. H-ın qiyməti nəyə bərabərdir? A yazmışım. A-lar iqtisa gedəcək. Burada yazıram. Kosinus alfa bərabərdir. Kötüs bölünsün 6 qalacaq. Kosinusun da belə bir dərəcəsi yoxdur kötüs bölünsün 6 ilə. Onun ki alfa bərabər olur. Kosinus alfanı tərk edilir. Keçir sağ tərəfdə kötüs bölünsün 6-ya sahiblənir. O da olur arq kosinus. Bəs salam. Ya cavab olacaq A bər.